Sizlərə bu günləri elə bir ev təqdim edirəm ki, Xırdalan şəhərinin daşınmaz əmlak bazarında həqiqətən də belə bir şirin, gözəl bir ev yoxdur. Yəni ikinci bir alternativi yoxdur. Yəni ikinci belə bir gözəl ev yoxdur həqiqətən də bazarda. Sənət Qubçadır. Ünvanı sizlərə açıqlayıram. Xırdalan şəhərində Xəzinə Şadlıq Sarayının tam yaxınlığında şəhərə işləyən 119 saylı avtobus dayanacağına çox yaxın bir ərazidə təqdimat edirəm sizlərə evimizin ən birinci geniş, gözəl, şirin görkəmə malik olan qonaq otağından. Əmlak şəxsi tikilidir. Evin qubçası var. Həyətimiz də genişdir, kürsülüdür. Gördüyünüz qonaq otağının içərisindən qardirovlu otağa keçiddir. Mən sizlərə bir-bir səliqəli şəkildə hamısını izah eləyəcəm. Evimiz ümumilikdə 3 otaqdan ibarətdir. Geniş ölçüyə malikdir. Baxın, bir daha deyirəm, geniş ölçüyə malikdir. Burada paltar yuvan qoyulub və belə deyək də, qardirovlu paltar üçün otaq düzəldilib. Döşəmimiz laminatdır. Bugünkü gündə bazarda belə bir ikinci bir ev yoxdur satışda. Yəni möhtəşəm qiymətidir, möhtəşəm də evdir. Kim alsa Allah xeyirsin, nəsib eləsin. Videonun sonunda həyətində sizlərə satış qiymətin açıqlayacağım, həyətdə təqdim edəcəm. Giriş qapımız seyf qapı quraşdırılıb. Ümumi sanuzeldir. Uşaq otağıdır. Böyük yataq otağımızdır. Gəlin keçək, böyük yataq otağını sizə təqdim edeyim. Səliqəli, böyük ölçüyə malik olan yataq otağımız. Normal qaydada, normal genişlikdədir. Gördüyünüz kimi mebellərdən də bilinir də, yəni dəyərli izləyicilər, ölçü kiçik deyil, böyükdür. Qaz, su, işıq daim fasiləsizdir. Mərkəzi kanalizasiya sistemidir. Əsas üstünlükdə biri odur ki, bazar, məktəb, bağça, bütün obyektlər tam olaraq evə yaxın istiqamətdədir. 5-6 dəqiqəlik piyada məsafələrdə yerləşir hamısı. Avtobus çox yaxındır evə, şəhərə işləyən. Burada da gözəl ölçüyə malik olan səliqəli mətbəximizdir. Görürsünüz. Təbii ki, evdə mətbəx mebeli kombi qalacaq, həmişə olduğu kimi. Evimizin çıxarışı əldədir. Mətbəxdə də belə bir kiçik stol qoyulub əyləşmək üçün. Bura ümumi sanuzeldir. Yer isti döşəmədir. Uşaq otağımız, belə bir kiçik ölçüyə malik uşaq otağımız var. Yəni istəsəz öz zövqünüzə görə qardirovun otağı da otaq kimi istifadə edə bilərsiniz. Keçək evin həyətinə. Burada gördüyünüz kimi bizim evin möhtəşəm kvadrat ölçüsü, geniş yəni ölçüsü olan həyətimizdir. Ən üstünlük biri bilirsiniz nədir? Ən böyük üstünlük həyət evində bax budur. Bu da çox zaman 90% həyət evlərində bu olmur. Gördüyünüz kimi ətrafı rahatlıqla göstərirəm sizlərə. Baxın, heç bir qonşunun pəncərəsi və yaxud da bu evin pəncərəsi heç bir qonşunun həyətinə deyil. Qiyməti 86.000 manat təklif olunur. Real alıcı ilə qiymətdə danışıq yeri var. Diqqətinizə görə, vaxtınıza görə təşəkkür edirəm. Digər kadrlarda görüşənə qədər. Gördünüz, həyət qismimizdə həqiqətən də genişdir. Gördüyünüz kimi həyətdə gül çiçəkdir. Təşəkkürlər.